xəzinəsinin, baş naziri olaraq. Yezidin də yanında alimlər var idi, Muaviyyənin də yanında alimlər var idi. Hətta Hitler hakimiyyətə gəlməmişdən qabaq faşizm əqidəsini dəstəkləyən kitablar yazdırdı bəzi fəlsəfə alimlərinə, filosoflar. Xüsusi pul verdilər, mənim ideoloji bazam yaradım. Yəni, komünizm nə deməkdir? Sən bu hakimiyyət qurumuzdan 15 dənə ölkəni Allah siz eləmişsən, sənə nə var Karl Marx'ın kitabından? O lazım idi buna. Niyə? İdeoloji bazı olmalıdır. Yezid, Bəni Ümeyyə də xüsusi pullu adamlar tutmuşdu ki, elmi nayobniklər tutmuşdu. Ki, cəbr əqidəsini yayın. Yezdin nə günahı var? Şimdinin nə günahı var? Allah yazmışdı bunu. Allah belə qəza-ı qədər təyin eləmişdi ki, İmam Hüseyin gəlsin Kərbəlaya və vurub şəhid eləsinlər. Subut, siz şeylər demirsiniz ki, İmam Hüseyin qalu bəla günündə qəbul eləmişdi bunu. Zürriyyə aləmində Allah demişdi ki, kim bu bəlanı götürər? İmam Hüseyin demişdi, mən. Demirsiniz İmam Hüseyin ama dedi ki, babam Resulullah yuxudu vermişəm, deyir ki, Allah sənə bir məqam verib ki, sən şəhid olmasan o məqama sata bilməzsən və Əhl-i Beytin əsir olmalıdır. Alnına yazılmışdır bu. Bizim mollalar da bunları deyir, izah eləmir. Deyir, İmam Hüseyin yuxuda belə görmüşdü, izah eləmir. İmam Hüseyin yuxuda görmüşdü ki, öz ixtiyarınla haqqı deməlisən, haqqı deyəndə səni öldürsələr də haqdan dönməməlisən. Allah'ın yazısı, yəni bu, bizə Allah bir dənə şey yazıb, əsas. Siz məcbursuz ixtiyar sahibi olasınız. Məcbursuz seçəsiz. Yezid, məcbursan seçəsən, ya Hüseyni öldürəcəksən, ya tabi olacaqsan. Hüseyin, məcbursan seçəsən, ya şəhid olacaqsan, ya da günahşər sayacaqsan. Seçim qarşısında heç kəsin ixtiyarı yoxdur ki, seçməsin. Seçməmə variantımız yoxdur. Mütləq seçməliyik. Yəni, bunları niyə deyirəm? Bu sözlər, bu ifadələr bizə başa sarır ki, biz günahı heç kəsin boynuna ata bilmərik. Cəbr də şeytandandır. Onu da şeytan salıb Bəni Üməyyənin beyninə. Bugün böyük bir cəbr məktəb yaranır ki, məktəbin sərkərdələrindən biri Fəxri Razidir. Nəhəng müfəssir. Nəhəng təfsir aləmdə. Deyir ki, bəs cəbrdür. İndi görürsünüz, bizim Nursi qardaşlarımızdan soruşsan ki, bəs Kərbəla nə deyirsən? Deyir ki, təqdir-i ilahi. Ya Qədirxun barəsi soruşsam, Nursi qardaşlarımız etiraz eləmdi. Qədirxun var idi. Peyğəmbər sallallahu aleyhi və səlləm təyin eləmişdi Həzrət Əleyhisselamı. Elə Mövla kimi təyin eləmişdi. Amma sonra gördü ki, Allahın alın yazısı başqadır. Bu, bəhanədir cinayətləri ört-bastır eləməyə. Bu da iblisdəndir. İblis o qədər peşəkardır ki, hətta bir əqidəvi məktəb yarada bilir. Özdə nə qədər yox, bilim mən deyirəm. Nə qədər məktəblər var, xristianlığın içində nüfuz eləyib, Yahudiliyin içində nüfuz eləyib. Hətta biz şiələr ki, elmimizi pak mənbədən alırıq, görsən bizim də əqidəmizi saptırmağa çalışır. Nə qədər insanlar var ki, sufi olur, nə olur? Şiə olmaq çətindir. Çünki şiəli peyğəmbərlərin dalıca düşməkdir, imamların dalıca düşməkdir. O çətindir. Biraz sağa, iblis deyir ki, həcc et. Görsən, tərki dünya olur bir nəfər sufi, rahat olur. Rahat, əl çəkir dünyadan. Gedir bir dənə qəbir qazır, orada ev kimi yaşayırız. Dünyanın işi yoxdur, amma batildir. Sən insansan, sən cəmiyyətin arasında məsuliyyət yaşamalısan. Bir dünya pərəst olur, rahat, əl çəkir, dindən keyfi görür. Namazını da qılır, amma namaz qılmasan cəmaat deyək ki, namaz qılmır. Amma biraz ondan saxlayasan, biraz bundan da çətindir. Bu şiəlidir. Həm o olmalıdır əndazəsində, həm bu olmalıdır əndazəsində. İkisi də eyni miqdarda sənə kömək eləməlidir. Azğınlıq şeytandandır. Bəzi insanlar var, biraz günah edirlər. Onların cəhənnəmi biraz olacaq.
Bəzi insanlar var, daha çox günah edirlər. Məsələn, bəzi insan var, görürsən ki, qeybət eləyir, amma yalan danışmır. Böhtan demir. Bu o qədər yanacaq. Bəzi insanlar var, məsələn, araq etsin, amma nəşi çəkmir. Bu o qədər yanacaq. Bəzi insanlar var, kökü xarab edir, benzini xarab edir, haram yiyir. Bundan sonra bu, namaz da qılsa günahdır, oruç da tutsa günahdır, yaşasa da günahdır, ölsə də günahdır. Bu xarab edər. Bəzi insanlar var, hamısını eləyir. Bunların hər birinə uyğun cəhənnəm olacaq hədislər əsası. O insanın ki, vücudunun, ruhunun yarısını günah bürüyüb, yarısını günah bürümüyüb, o cəhənnəmdə yananda belə yanacaq da, məsələn. Elə bil ki, 2 dənə divar olacaqdır cəhənnəmin, bir dənə divar açıq olacaq, hissimiz görəcəyimiz o tərəf. Əndazəsində bəzi insanları elə yerə salacaqlar ki, yuxarıda örtüləcək, aşağıda, sağda, solda, içəridə alov. Yəni, belə fikirləşməsin ki, cəhənnəm yanır, alovlar qalxıb da onun içində yanır. Xeyr, alovlar qalxa bilmir. Bəzən, bəzi yemək bişirirsən, qapağını açıq saxlayırsan, buxara çıxsın. Bəzən tez bişirmək üçün qapağını dörürsən, kesinə çıxmasın, hamısı kesin onun içinə. O insan ki, gözün açıq iblisi görür, yumun iblisi görür, gözün açacaq, od görəcək, yumacaq, od görəcək. Hər tərəfdən bağlı olacaq. Heç cür çıxa bilməyəcək. Niyə? Çünki bu dünyada evdə səhər dururdu, 50 qram içirdi, ağzı söyüşdü, çıxırdı evdən, qürbətən ilə Allah çıxmırdı. Gedim kimin qulağını kəsim? Çıxırdı evdə. Niyyət haram, həyat haram, getdiyi maşın haram, yolda biri bunun maşınının qabağından keçsə, ağzına ələndir ona haram, çatır idarəyə, ay sizi belə olasınız, niyə vaxt nəlmirsiniz, haram, sən niyə filan kəsin verdiyim o faiz pulların geri almırsan, sən niyə filan kəsin gözünü çıxartmadın, mənə haqqında söz dedin, sən niyə filan kəsin qulağını kəsmədin, sən gördün ki, o malı alanda mənlə düz rəftər eləmədim, niyə onun başlarında daş salmadın, filan kəs haqq danış, niyə basmadın onu içəri, get onu bas içəri, get filan qədər al gətir. Məsələn, hacı paralarımız, hacı və sərvəylə, haqdan, başın üzəri olardı. Bütün həyat haram, bütün həyat. O cəhənnəm görəsə bilməyəcək. Niyə? Açacaq alov görəcək. Çünki bu dünyada ancaq alov görür. Gözü hiss eləmirdi. Ləqəd kunte fi qəflətin min haza. Sən bilmirdin ki, yanırsan. Amma yanırdın. Fəkəşəfnə əndə qitəək. Asılıq gözü təbəssərəkən gəlmədin, yaxşı görürsən. Ne güclü görürsən. Görürsən ki, ey dadı bididir. Mən, məsələn, 70 yaşımda ölmüşəm. Bunun tutalım 27 bir. 50 ildir yanırmışam, onun da ağrısı gəlir üstünə. Hiss eləmirmişim. Ruhum əzab çəkilmiş. Kim ruhun əzabını hiss edir? Biz ruhun əzabını nə vaxt hiss edirik? Cismimizə zərər vurduğu vaxt. Xəcalət çəkilir, üzümüz qızarır. Niyə? Ruh təsir edibdir. Bizim o qədər dünya pərəstliyimiz qəlizdir, şiddətlidir, qalındır bu divarır. Hətta ruhumuzun da əzabını o vaxt hiss edirik ki, maddi maraqlarımıza toxunur, cismimizə toxunur. Toxunmasa əzab çəkmir. Rahat oturub səninlə 2 saat qeybət edirəm, biz ruhum dincimir. Sonra 2 saat qeybət edirəm səninlə, araq içirik, biraz nəşər çəkirik, gəlirəm evə, ayılıram, hamamlanıram, ayılıram, yatıram, deyirəm, məşhədə Allah, yatıram, rahat. Heç incimədir ruhum. Götürürəm haram pulu, giderim ziyarətgaha. Sən də bilmişəm, rahat, incimədir ruhum. Haçan ruhum inciyir, dilxor oluram, maddi marağım toxunur. Ona görə o adamların ki, bütün vücudu günahdır, cəhənnəmləri üstü örtülü olacaq. Əleyhisselam buyurdu, İnnə əxvəfə ma əxafə aleykum isnan. Sizin üçün ən çox qorxduğum təhlükəli şey 2 şeydir. İttiba'ul həvə və tulul əməl. Ürəyimizin istədiklərini eləməyimiz və uzun uzadı arzularımız. Bu
Uzun uzadı arzu da ürəyin istəklərinə bağlıdır. Ürəyim istəyir ki, 10 il sonra belə yaşayayım. Neyniyim? 10 il qabaqdan başlayayım təbliğata. Bunu qurum, yaradım. Ürək istədiklərini eləyən və arzuların uzunluğu ilə yaşayan Əleyhisselam buyurur, bu insanlığı, mənəviyyatı darmadağın eləyən şeydir. Bu ikisi. Ən çox qorxduğum bulardır. Hər bir nəfər ürək istəklərindən çox əməl eləmir, uzun uzadı arzuları yoxdur, real yaşayır, hərdən çaşıb günah eləyir, onun üçün qorxmur Həzrətləri deyir. Onun variantı var, çıxışı var. O təhlükəlidir ki, onun vücudunu iki şey bürüyüb. Bir, ancaq ürəyin istədiyini elə, hətta namazı da ürəyin istəyir, qıl, istəmir qılma. Ürəyimdən keçdi o yoxsul dilənçi ayaqsı oturmuşdu, çıxartdım 5 manat verdim, savab eləmədim. Ürəyin istədi. Savab acı olur. Əfdalul ibadati əhməzuhum. Ən fəzilətli ibadət, ən çətin ibadət. Lən tənalul birrə hətta tunfiqu mimma tuhibbun. Sevdiklərinizdən verməyincə bir məqamına çata bilməzsiniz. Əbəda ayədir. Bir, yəni yaxşılıq. Yəni, bir təmənnası yaxşılığa deyilir. Bir var, mən sənə kömək edirəm ki, qoyam qardaş kömək edeyim, sağ ol, mənim uşaqlarım böyüyə, vəzifə daxilır, orada inşallah olaraq. Bu birdir, bir budur. Mən görürəm, sənin ehtiyacın var, Allah əmr edib ehtiyacda kömək edir. Kömək edirəm, heç də gözləmirəm. La nuridu minkum cəzaan və la şükura. Nə sizdən təşəkkür gözləyirik, Əhl-i Beyt o, 70 insan nə də əvəz gözləyirik. Nə çox sağ ol gözləyirəm, sağ ol sən mən yolda görünür, salam melək eləyəsən, eləməsən deyəm ki, gözündən yazdığım gün verdiklərin. Nə də əvəz gözləyirəm ki, əl-əli yuyar, əldə qadi üzü yuyar. Heç biri. Bu olur bir. Buyurur, sevdiklərinizdən qurban verməyincə bir də çata bilməzsiniz.